Hamınıza yeni bir videodan salam dostlarım. Kanalıma ve videoma hamınız hoş gəlmisiniz. Mən Bəşirova Zəhra. Bugün o bir çoxunuzun istədiyi o sual-cavab videosunu seçirəm. Əslində mən bu videonu əvvəllər çəkmişdim part 1 olaraq. Orada hardasa 3K falan abunəm var idim və sadəcə 3 adam mənə suallar vermişdi, amma səhv xatırlamıramsa toplamda 17 sual falan olmuşdu. Bugün isə onun part 2'sini seçirəm, çünki məndən çox istənmişdim və indi bilmirəm nə qədər sual gəlib. Baxmadım ki, sizinlə bir işə baxım, bəlkə heyecanlı olar. Ancaq bu arada uşaqlar biraz boğazım ağrıyır. Əgər səsim fərqli çıxırsa üzrlü sayın. İndi kompüteri açmışam. Telefonumla video çəkdiyim üçün kompüterdən oxuyacağım sualları. İndi öz kanalıma girmişəm. Gönderilər. Hə, və buradadır. 34 yorum və 17 like gəlir. Bu 34 yorum demək deyir ki, 34 dənə sual gəlib. Çünki məncə bir çox adam o bildirim gələndə gördüm ki, bir çox adam bir neçə sual yazıb da. Baxaq görək. Görəbilsəm. Baxaq. Bayağı adam neçə suallar yazıb. Neyse, elə başdan baxaq oxuyaq. Bu neçə sual yazıb? 12 sual yazıb. Tamam oxuyabilirsem. En sevdiğin heyvan pişikdən başqa. En sevdiğim heyvan pişikdən başqa. Yəqin ki it olar. İti çox sevirəm. Bir də quşları çox sevirəm. Bir də papağan idi. O tutukuşu. Hə, tutukuşunu çox sevirəm. Bir də ağacların quşunu sevirəm. Mən ağaclarını görmüşəm öz həyatımda. Çox qəşəng heyvandır oradan da. En çok səyahət etmək istədiyim yer. Məncə Fransa, oradakı Paris, o Parisdəki o Eyfel qülləsi var ya. Orada belə qarı donla şəkil çəkdirmək belə bir başqadır da. Çox qəşəng bir aura qatır insana. Ona görə en sevmədiyim dərs yəqin ki İngilis dili. Əslində mənim İngilis dili en sevdiyim dərs idi 4-cü sinifə qədər. 5-ci sinifdən sonra en sevdiyim bayram. Yeni il ya da Novruz bayramı. İkisini çox sevirəm. YouTube'dan pul qazanırsam mı? Xeyr, təəssüf ki hələ ki qazanmıram. O cansın qazanaq. En sevdiğim yemek. O zaman en sevdiğim yemek pizzadır. Ama o Azərbaycan mətbəxindən deyil. Azərbaycan mətbəxindən isə yarpaq dolmasını çox sevirəm. Aşı da çox sevirəm. Sonra nə sevirəm? Sonra nə sevirdim mən? Yadımdan çıxdım. En sevmədiyim yemək. Yəqin ki sup. Mərci şorbası daha doğrusu. Mərci şorbasından sonra başka hiçbir şorbanı sevmirəm. Böyüyəndə nə olmaq istəyirsən? İnşallah nevrocərrah olmaq istəyirəm, bilmirəm. Bəlkə fikrim dəyişə bilər, amma həkim olmağı çox istəyirəm. Amma yəni həkimdə nevrocərrah bölməsini istəyirəm. Harada yaşayırsan? Bunu deyə bilmirəm. Blackpink'dən Viyasın Çürgüşə qaftarı gördünüz sizlər. Mən o Blackpink hayranıyım. Kanalımda da əvvəlki videolarını keçsəniz, mən Blink'əmdə daha doğrusu. Mən belə Olivia, Ginster, Number One Girl, Soyas falan deyiləm. Mən Blink'əm. Viyasım isə Lisa'dır. Lisa. Əslində hamısını çox sevirəm. Amma Lisa'nı ayrı sevirəm. Dur, bunu aşağı edeyik. Takipçiləri sevirsəm. Mən sizi çox sevirəm uşaqlar. Siz mənim videolar çəkmək üçün motivasiya qaynağımsınız. Sizi o qədər çox sevirəm ki, yaxşı varsınız. Çox sevirəm sizi, həddindən artıq çox sevirəm. Niyə bu qədər gözəlsən? Ay, yerəm sizi. Siz hər biriniz gözəlsiniz. Yəni, mən başa bilməm. Mən bir
bir neçə takipçim var. Onlar da vlog çəkir. Onların üzünü də görürəm. O qədər gözəldirlər ki. Yəni sizin üzünüzü belə görməsəm də inanıram ki, siz çox gözəlsiniz. Yəni sən çox gözəlsən. Özünü asla dəyərsiz saymayın. Siz hamıdan gözəlsiniz. Siz məndən də gözəlsiniz. Sonra baxın, bunun altında bir şey var. Kompüter işlətməyəcəm. Suallarım qədər idi. Hamısını cavablasın, sevinərəm. Zəhmət olmasa adıma video bitirir bilərsən. Adım Pakisə. Pakisə, çox sağ ol. Əziz çəkmirsən, suallar yazırsan, çox sağ ol. İndi isə mənim bir takipçim var. Sıx takipçilərindən biri Zəhra Art. Adaşımdır. O da sual yazıb 7 dənə sual. YouTube'da kimlərin fanısan? YouTube'da heç kimin fanı deyilmiş olar. Yani Blackpink YouTube'da da var. Onların fanıyım. Ama YouTube'da fan olduğum, izlediğim biri yoktu. En sevdiğim renk. Təxmin edin. 3 saniye bak verim. 1, 2, 3. Səhrayı. Bilmem düz bildiniz. Ama bence düz bilər sizdən. En çok sevdiğim ders. Heç biri. Ensini istəyəm demiştim keçən videoda, ama daha istəyəm, o da sevmirəm. Ben. Daha çox kitab oxumağı, rəsm çəkmək və ya başqalarım. Məncə rəsm çəkmək ya da kitab oxumağı da sevirəm, bilmirəm. İkisi də. Və ya başqalar dedim. Mən o qədər də hobi qaynaqlı birisi deyiləm. Yəni elə ikisi. Ən sevdiyim meyvə. Təbii ki, çərək. Bunu dərs oxuma vlogumda da demişim. Məsələn, mənim elə bir xüsusiyyətim var ki, nəyi harda elədimsə, hansı vlogda elədimsə, onu yadımda saxlayıb bilirəm. Neysə, ən sevdiyim yemək dediyim kimi pizza. Böyüyəndə nə olmaq fikrim var? Həkim, neyrocerrah. Sonuncu sualım olaraq, niyə bu qədər işinizəm? Çox sağ olun. Siz də çox şirinsiniz, gözəlsiniz. Bu qədər idi. İnşallah mənə görürsən və əgər sual görürsən, suallarımı cavab bilərsən. Bir də adaşım adımı da çəkərsən. Təbii ki, Zəhra, çox sağ ol. Əziz çəkmirsən, bu qədər yorum, sual yazmışsan. İndi isə nəziş var. Nəziş. Ən sevdiyim renk səhrayı. Hansı filmləri izləyirsən? Türk və ya Azəri. İlk olaraq buna bir açıqlığı gətirim. Azəri İrandakı bir millətdir. Sən burada əgər Azərbaycanlıları nəzərdə tutmusansa, Azərbaycanlılar elə Azərbaycanda yaşayan o xalq Azərbaycanlılardır. Azəri İranda yaşayan bir hansı bir millətdir. Və Azərbaycanla oradan buradan heç bir əlaqəsi yoxdur. Mən əvvəllər bu səhv edirdim. Xahiş edirəm bu səhvi təkrarlamayaq. Bu arada mən bu aralar şeyə baxıram. Eşref Rüya baxıram. Türk kinosu çox sevirəm. K-dramaya falan baxırdım. Dostlarımı bütün K-drama falan elədikdən sonra özüm soğudum. Ama çok sevdiğim K-dramalar var ama artık K-dramalar sarmır. Sonra ne sonra? En sevdiğim YouTuber. O zaman benim en sevdiğim YouTuber yoktu. Təəssüfcüm. Hansı YouTuberları izləyirsən? O zaman ben son zamanın Nuray Əlzadəni çox sevirəm. Biz sevərək izləyirəm yəni. Sonra Fidan Əlzadə var. Onların da bütün vloglarını izləmişəm ama təəssüf ki artık vlog atmır. Sonra Ofer Əliyeva falan izləyirəm. Sonra Türklərdən Mini Yıldırım, Sıla Beyoğlu falan izləyirəm. Ferdi Öztürk, Ahmet Can Dündar falan varım. Onları da baxıram. Onlar Ahver var idi bildiyiniz kimi. Küslər yenə başlar. Niyə görə küslər bilmirəm. Ama bilmirəm. Bu arada Nəziş çox sağ ol suallarına görə. Bu qədər idi Nəzişin sualları. Sonra ay dur. Yukarıda biri var. Fatimə Əliyevanın suallarını oxuyuruq. Ən sevdiyim içecək harika. Telefonu dəyişdirmə haqqın olsaydı nə telefon alardın? Telefonu dəyişdirmə haqqım olsaydı iPhone 13 Pro Max alardım. iPhone 13 ya da iPhone 11. iPhone 13 olsa iPhone 11'in de çox fərq olduğunu düşünmürəm. Amma çəhrayı rəngsiz olmalıdır, o da mütləq. Ailədə ən sevdiğim insan. Mən ailəmdəki hanımı sevirəm. Deyirəm, ailəmdə ən sevdiğim insan Totuş.
Zarf edirəm. Totuşu da təbii ki, çox sevirəm. Ən sevdiyim insanlardan da anam, atam, qardaşımı sevirəm. Zarf edirəm, sevirəm qardaşımı da təbii ki. Burada devamı da var. Devamını oku. Adı kim qoyub? Yəqin ki, atam qoyub, mən bilən. Allah, çıxdım. Girdim. Adı dəyişmək istəsən nə qoyardın? Cavablasan yaxşı olur. Adım məndə Zəhra olmasını sevirəm. Ya da Nəzrin qoya bilərdim adımı. Cavablasan yaxşı olar. Cavabladım. Çox sağ ol, bu arada əziyyət çəkmirsən. Sual yazmışsan. Ben bu arada Ofeliya Əliyeva 23, yəni Ofeliya Əliyevanın fanıdır. Adı elədir sadəcə. O mənim dostumdur, Xədicəm. Buradan sən ayrı sevgilər. O mənim ən sevdiyim sanal dostumdur. Və 20 dənə sual yazıb. O mən Snapchat'dan da demişdi 20 dənə sual yazdığını. Və indi oxuyaq 20 dənə sual. Ən yaxın dostum Nurayla Aydın. Ən sevdiyim dərs yoxdur. Telefonun markası nədir? Redmi Note 13 Pro. Neçə yaşında olmağını istəyərdim? Məncə yaşım şeydir. Ən sevdiyim ölkəm Azərbaycan. Kofe yoxsa çay? Çay. Kofe mənim başım ağrıdır. Ən sevdiyim uygulama. Yəqin ki, proqram demək istəyib. Yəqin ki, YouTube. Telefonun yaddaşı neçədir? Suallardan ağlayacağım. Heç mən bilmirəm. Deyəsə 256 olmalıydı. Tam əmin deyiləm. Böyüyəndən almaq istəyirsən nevrə, zərrə. Dostluqda ən çox nəyə önəm verirsən? Heç nəyə. Tərəfə deyiləm. Nəyə önəm verirəm? Mən heç düşünmədim. O şey olmasın, yalancı olmasın, arxadan bıçaqlamasın, belə səmimi olsun. Elə şeylərə önəm verirəm. Zarafatçıl olsun, bir də ironiyadan olmasın. Dur, görmə. Ən sevdiyin, sevmədiyin rəng. Ən sevdiyim rəng çəhrəyi, ən sevmədiyim rəng qəhvəyi ya da tünd yaşıl. Məncə tünd yaşıl. Şimdi koy elini vicdanına. Hak ettiysem eyvallah. Ən sevdiyin, sevmədiyin qız adım. Ən sevdiyim qız adım. Uşaqlar, mən belə türk adlarından Cüzeyran, İcrin adlarını çox sevirəm. Amma Azərbaycanla elə Nəzrin, N ilə başlayır, Nərmin, Nəzrin. Onları çox sevirəm. Sevmədiyim qız adı yoxdur. Dostların səncə səni necə birisi kimi tanıyır? Mən dostum olaraq səni səmimi, gözəl, dürüst, anlayışlı, güləris bir kimi tanıyıram. Çox sağ ol. Dostların səncə, nə bilim, mən necə bir kimi tanıyır? Ən sevdiyim fəsil? Yay ya da yaz. Yay. Ən sevdiyim film və ya serial nədir? Ən sevdiyim film və ya serial? Məndə film və serialım yoxdur. Film deyə bilərəm. O yeni ildə evdə tək başına bir içi var ya, onu çox sevirəm. Burada K-dramalar yazmışdım. Buradan şalvar K-dramalar deyirəm sizə. Önəriləri də deyəcəm. Bu arada filmdən ikincisi olaraq 20th Century Girl. O da çox gözəl bir film idi. Və dizi olaraq True Beauty 2 dəfə qutarmışam. Çox gözəldir. All of Us Are Dead. Squid Game özü ikincisi. Squid Game yaxında 27 iyunda da çıxır bu arada. Business Proposal, onu da çox sevirəm. The Penthouse da var. 1, 2, 3. Onun hamısı bütün sezonlarını qutarmışam. O da çox qəşəngdir. Və Lovely Runner. O da çox qəşəngdir. Böyle. Ən sevdiyin abur cubur. Hoş5 təbii ki uşaqlar. Mən sizə Hoş5 koleksiyonumu göstərim, baxın. Burada Hoş5 dəftəri qeyd burada baxın. Hoş5 həyatdır, gerisi yalandır yazmışam. Aşko. Və açaq, baxın göstərirsən. Burada uşaqlar düzgün, belə paketi yırtılmış şeylər atmışam bir qabına. Burada düzgün olanları koleksiyon eləmişəm. Mən Hoş5 yemənin orta aylarında bu koleksiyonu başladım yəni.
Xəstəsiyəm də, yəni xoşbeşim. Baxın. Hər koleksiyonum belə yığılıb. Hər gün məktəb olanda da məktəbdə xoşbeş yeyirdim. Sonra ən çox qorxduğum şey nədir? Ən çox qorxduğum şey birincisi Allah, ikincisi də cinlər, üçüncüsü də qaranlıq. Çox qorxuram. Həyatında bir şey dəyişsəydin, nəyi dəyişərdin? Heç nə. Ağlıma indi gəlmədi, amma bəlkə dəyişmək istədiyim şeylər var. Yəni, ən sevdiyim oyuncaq. Ən sevdiyim oyuncaq bunu göstərəcəm. Bu mənim yataq başımda hər gün olan o mistik oyuncaqdır. Bu neydi başlayacağım? Bu ən sevdiyim oyuncaqdır. Yəni hər gün bununla yatıram, bununla dururam. Baxın, bunun belə ortasına bastırsan qarnına. Toto artıq mənimlə yatmayanda özümə çözüm tapmışam. Təbii ki, Toto da bunu çox sevir. Yəni, Toto asla qısqanmaz məncə. Çünki Toto da bu oyuncağı çox sevir. Bunu deyəsəm, mən 9 yaşım olanda anam ad günümü almışdı. Mən 3 sözü ifadə edəcəm, mən desin sevinərəm. Sən 3 sözü ifadə edeyim. Məncə, səmimi, anlayışlı, sonra nə deyim? Səmimi, anlayışlı, gözəl qəlbli demək istəyərdim məsələn. Daha çox şey var, amma bir gözəl və izin atmış şəkil çox gözəl qızdır. Sonra baxaq, təbii ki, hər biriniz gözəlsiniz. Sonra şöyle Nustu'da yazıb, çox sağ ol. Sağ ol, necəsən, məni sevirsən, sən tanımıram, amma mən takipçilərimi həm birini sevirəm, həm də sənin kimi səbim birini təbii ki sevirəm. Hansı bürcləri sevirsən? O zaman mən bürclərə inanmıram. Adın zəhər olmasın, nə olmasın istəyərdin? Dediyim kimi nə demişdim? Nəzrin demişdim mən. Pişikdən başqa dovşanın olmasını istəyərdin. Pişikdən başqa heyvan istəməzdim. Çünki həm bunu, həm də onu eləsəm, biri dışlana bilər, onu görə istəməzdim. Hansı youtuberları sevirsən? Demişdim də bu sualı, cavablandırmışdım. Bu qədər idi. Videoda adımı seçə bilərsən, Nuray Siz Queen. Nuraycığım, çox sağ ol suallarına görə. Ən sevdiyin youtuber. O zaman mən əvvəllər eğitim kanalı idim. Və şu an yadımda eğitim kanalı qalmayıb. Əvvəllər çox fandomundaydım, amma artıq tamamilə çıxmışam. Vlog olmasaydı nə hesab olardım? Vlog olmasaydı dedim kimi Blackpink fanıyam, Blink. Ondan haqqa bilgilər, xəbərlər falan paylaşardım. Ən çox indi Zeynoş Eyad. Çox sağ ol sağlarına görə. Sonra X Baxşiyeva var. Ən çox sevdiyin rəng çəhrayı, ən çox sevdiyim meyvəm çəhrayı, çox sevdiyim kitab adım. Sehirli sətir, bir də Sehirli Globus. O serini çox sevirəm. Ən sevdiyim dizgi film Rafadan Tayfa. Rafadan Tayfa. Başqası yoxdur. Rafadan Tayfanı çox sevirəm. Amma yeni bölüm gəlmədiyi üçün hər dəfə eyni bölümü izləməkdən sıxılmışam. Rafadan Tayfa. Buradan sənə səslənirəm. Təzə bölüm gətir. Belə. Sonra Sally Rutiniz var. Sally Rutiniz mənim ən sevdiyim takipçilərimdəndir. Və bir dənə sual verib. Ən sevdiyin sanal dostum. Ən sevdiyim sanal dostum Xədicədir. Təbii ki, sevdiyim kanal blogerlərim. Sevdiyim kanal blogerləri Nuray Əlizadə, Fidan Əlizadə, Ayka 14, Ofelia Əliyeva. Yəni belə. Yağmur Əlizadə yazıb, çox sağ ol Yağmur suallarına görə. Ən sevdiyim vlog kanalı artıq bu sualı təkrarlamaqdan bilsin artıq. Ləqəb adın nədir? Zihuş. Yağmur çox sağ ol suallarına görə. Sonra Nuray var, Bayramovun Nuray. Ən çox sevdiyim dizim deyirsənsə, yəqin türklərdən əslində şeyi sevirəm, Qızılcıq Şərbətini sevirəm.
Amma əgər yabancı, yəni xarici kino seriallar deyirsənsə, onları dedim də bir. Nuray, çox sağ ol sualına görə. Good Balacheva var. Mən istəyimi də açır, səni çox istəyirəm. Mən də səni çox istəyirəm. Yaqut, o da mənim sıx takipçilərimdən biridir. Ən sevdiyin rəng Səhrayı, ən sevdiyin maşın marka Səhrayı Tesla. Ən sevdiyin qız adın Nəzrin, Nərmin. Ən sevdiyin ünlü yoxdur. Neyse, əslində yoxdur ki, Blackpink'də. Neçə yaşım var? 11 yaşım var. Neçənci sinifsən? 5-ci qutardım, 6-ya keçəcəm. Ən böyük xəyalım sizə deməyəcəm. Çünki o sirdir. Böyüdükdə hansı işlə çalışmaq istəyirsən? Neyrocərrah olmaq istəyirəm inşallah. Pişiklərinin adı. Burada pişiklərimin adı soracağım. Bir də mənim pişiyim var. Adı Totuş təbii ki. Sonra bu arada Yaqut çox sağ ol suallarına görə. Musa Səmədova yazıb. Ən sevdiyim fən hansıdır? Ən sevdiyim fən yoxdur. Çox sağ ol Quncu sualına görə. Sonra İfşacı Betülmüş var. Mənə qoyda Zəhri, nə olar? Yeni fanlam suallar. Çox sağ ol bu arada fanım olduğun üçün. Qardaşını sevirsən. Sevirəm. Kola yoxsa Fanta? Kola. Makaron yoxsa dolma? Yarpaq. Təbii ki, yarpaq dolması. Sonra ən sevdiyim fəsil. Ən sevdiyim fəsil yay. Ən sevdiyim gün. Ad günüm 22 may. Ən sevdiyim il hansı ildir? Bilmirəm. Bu arada İfşacı Betül çox sağ ol. Sevinçli sual yazıb. Sevinç aşkım. Səni çox sevirəm bu arada. O da mənim salam dostumdan. Salam Zəhram suallar. Ən sevdiyim fən. Yoxdur. Adın Zəhra olmasaydı nə olardı? Aləmi mənə qoyacağı. Mamam Aysel qoymaq istəyirdim. Yaxşı qoymayıb. Məktəb bitdi deyə üzüldüm mən həm. Biraz üzüldüm, amma dərslərdən yox. Oradakı dostluqdan, anılardan. Bir dəfə sinifdə kilitli qalmışdı. Bir dəfə idman dərsində mənim biləyim qırılmışdı. Onları çox izlədim. Ən yaxın sanal dostum. Təbii ki, Sevinç demədim deyə Sevinç üzəcəyəm. Aşkım Xədicə daha yaxındır. Bir də onların çox güzəldir. Səni çox sevirik. Bu arada mən Sevinç aşkım səni tanıyacağım. Çox sağ ol bu arada sualına görə. Sonra Xalidə Məmmədzadə yazıb. Feridə və Əhmətə baxırsam, bəli baxıram. Adım Xalidə, çəksən sevinirəm. Hər videonu izləmək üçün YouTube'dayım. Xalidə çox sağ olurum. Lisa üçün bunlar cavab verirsən sevinərəm. Təbii ki, soft Lisa aşkım. Neçədə oxuyursan? 5-ci sinif qutardım, 6-cı sinifə keçəcəm. Ən sevdiyim yemək pizza, ən sevdiyim içki harika, ən sevdiyim rəng Səhrayı, heç dışlandım o qədər. Ailəmdən sevdiyim kişim. Ailəmin hamısını sevirəm. Bu kanala necə başladım? Onu part 1'də anlatmışdım. İndi onu anlatsam video həm çox uzayacaq. Öncə xərcəm gidin part 1'ə baxın. Ən sevdiyim kankan Nurayla Aylin. Bürcün nədir? İkizlər. Amma ən uzun küslük vaxtın nə qədərdir? Yəqin ki 5 gün. Özəl yaxşı bax, sevirsən. Bu arada sənin yaşın 12-dir, 7-ci sinifə gedirsən. Elə məndə 8 var. Mənim yaşım 11-dir, 6-cı sinifə keçirəm. Yəqin ki səhv bilir. Amma aşkım mən 6-cı sinifə keçirəm və 11 yaşım var. Bu qədər, qutardı. Pişiyimin nə suçu var idi? Şöyle burada bir pişiyin adı yoxdur. Sizcə nə olsun adım? Yorumlara yazın, ən çox yazan adı seçəcəm. Neysə. Bu şeyler indi yazmayanlar üzülməsin. Bu video əgər 300 like gəlsə, part 3'də çəkəcəm. Artıq videomuzun sonuna yaxınlaşırıq. Özünüzə yaxşı baxın. Xəstələnməyin. Sən öp. Öpdüm. Sağ olun. Sağ olun. Bye.